İlahi, sən mənim gözlərimi almasaydın. Gözlərin açılma ehtimalı olsaydı. Yarğılı yerimə toxundu həqiqətən də. O mənə baxanda mən də buna baxmaq istəyərdim. Ata bax, bax. Mən də yalandan üzümü verirəm ona tərəf ki, gördüm. Salam, RTV-nin daim izləyiciləri, xoş gördük hər birinizi. Bugün sizə həm söhbətdə təqdim edəcəyim qonağım həyatda bütün çətinliklərə baxmayaraq halal zəhmətin nə qədər vacib olduğunu bir daha sübut edir. Bugünkü qonağımız toxucu Elçin bəydir. Elçin bəy, ilk olaraq sizi salamlayırıq. Necəsiz? Çox sağ olun, Allahın salamı olsun, salamatçılıq da şükür Allaha. Hər zaman salamatçılıq olsun, yaxşılıq olsun. Elçin bəy, istəyərdim ki, bizi izləyən tamaşaçılar üçün özün haqqında kiçik də olsa bir məlumat verərdin. Mən Abbasov Elçin, 1982-ci ildə Lerik rayonunun Ərdəbilə kəndində dünyaya gəlmişəm. 5 yaşımdan gözlərimin hər ikisinin görmə qabiliyyətini tamamilə itirmişəm. Buna baxmayaraq, yəni ayaqda durmağı, həyatda halal çörək qazanmağı düşünüb 11 yaşımdan toxuculuğu öyrənmişəm. Fikirləşmişəm ki, gələcəkdə bununla bəlkə nəsə satıb çörək pulumu qazana bilərəm. Şükür Allaha ki, 11 yaşımda olan düşüncəmdə, ağlımda olan bir fikir mənə çörək qazanmağı öyrədib. Allah dəyərli insanlardan da razı qalsın, dəyər verən insanlara dəyər versin. Toxuculuğu çörək pulu qazanmaq üçün öyrənmisən. Bəs özünün nəyəsə bir marağın varmı? Ən çox incəsənətə, musiqiyə, yəni belə muğama böyük marağım olub. Oxumaq üçün yoxsa necə? İstəmişəm əslində mən bir sənətkar olum incəsənət üzrə. Amma rayon yerində, yəni o şərait mənə yaradılmayıb, çətin şərait olub, yəni istiqamət verilməyib mənə daha doğrusu. Məni istiqamətləndirən olmayıb. Onda sənin yaxşı səsin də olar. Zümzümü özüm üçün edirəm. Yaxşı səs desəm, vallahi bəzən TikTok səhifələrimdə canlı açıram, özüm üçün toxuya-toxuya zümzümü edirəm. Elçin, toxuculuğu kimdən öyrənmisən? 11 yaşımda ilk dəfə 94-cü ildə 11 yaşım vardı da onda bacılar toxuyanda mən maraqlandım ki, bunu mənə də öyrədin. Dedilər, bəs nə edirsən sən bunu? Dedim, bəlkə də gələcəkdə bir şey toxuyub sata bildim, özümə halal çörək qazana bildim, özümə bir çörək pulu qazana bildim. Və onunla başladım öyrənməyə. Sonralar da kursa getdim, müəllimə yanına getdim. Artıq Bakıda 2014-15-ci ildən əl işlərimi toxuyub satıram. O vaxtda kimi rayonda qalırdım bəli. Bax, burada çox gözəl şəkildə sənin toxuduğun saç üçün istifadə olunan belə bir aksesuarlar var və formalar da çox gözəldir. Və sən dedin ki, sən 5 yaşına görmə qabiliyyətini itirmisən. Bax, buna formaları vermək üçün hansı taktikadan istifadə edirsən? 5 yaşımda bunların nə olduğunu bilmirdim. Bunu vəziyyətimlə bağlı, yəni bir çıxış yolu kimi, çətinlikdən bir çıxış yolu kimi, nəsə bir iş öyrənmək üçün bunu müəllimələrin yanında olmuşam, toxucu müəllimələrin yanında və kataloqda baxıb deyiblər mənə, mən də eşitməklə, əl hissiyatımdan bunu götürmüşəm. Bu saç üçün olan aksesuarı əlinlə toxunub baxmısan? İzahla da, mənə izah edə bilər, daha mən onu tez dərk edirəm. Mənə o hər hansı bir iş haqqında yaxşı izah olunanda mən onu yəni tez dərk edirəm də, yəni yaddaşımda saxlayıram. Yaddaşa saxlayırsan və bu formada bunu hövlgə edirsən. Həm ilmələrin sayı, həm güllərdən iplər alanda güllər üçün yaşılları bir paketə yığıram, bir salafana yığıram. Məsələn, bu da çox gözəl şəkildə. Gülün ləçəklərinə olan sapları bir paketə yığıram. Hər hansı bir gülü ayrı-ayrılıqda toxuyuram ləçəklərin. Sonra da bəzəyəndə yarpaqlarını o toxuyuram, kabil məftillər. Onların üstünə də ipi dolayıram. Gülün zoğları, yəni yaşıl ipləri istifadə edirəm də, belə deyim. Rəngləri necə xatırlayırsan? Əsas rənglər ki var, onları mən görmüşəm, yəni yaddaşımda qalıb. Ağ, qara, göy, qırmızı, yaşıl, sarı, yəni bu əsas rənglər ki var, yadımda qalıb. İndi müxtəlif bu qarışıq rənglər ki var, onları da bilirəm ki, güllərdə bunlar lazım olur. Məsəl üçün, bardo bir rəngdir, çəhrayıdır, bu rənglərdir ki, müxtəlif rənglər və s. Bənövşəyi. Bunlar da soruşub bu ipləri deyib alıram da. Bilirəm ki, bunlar da indi görməsəm də bu rənglər istifadə olunan rənglər də var da, yəni. Artıq evdə sənə deyirlər ki, bu rəng qırmızıdır və bundan sən toxuya bilərsən, eləmi? Bəli, yəni dəqiqləşdirmək üçün öz işimi görmədən bəzən ipə elə bir düyün qoyuram ki, bir nişan
Qoyuram ki, özüm yadımda qalsın ki, bu rəng hansı rəngidir. Bəzən də yəni dəqiqləşdirmək üçün yenə təkrarən soruşmağa yer verirəm də. Deyirəm, yəni bilmək yaxşıdır. Elçin, artıq neçə ildir işləri toxuyub satırsan? 2014-cü il, 15-ci ildən elə Bakıda əl işlərimi satmağa başladım. Düzdür, indi 100 nəfər soruşsa 5 nəfər alır. İndi o qədər də alverim çox getmir. Bəzən isti havalarda gəlmirdim, soyuq küləkli havalarda gələ bilmirəm. Amma yenə balaca üçün bir çörək pulu qazanmağa, bir necə deyim, elə məcbur eləyir ki, adamı körpə elədir ki, bəli. Nə qədər də əziyyət olsa, soyuq olsa, çətin olsa, nəyin bahasına olursa olsun, deyirsən çıxım qırağa bir şey satım bəlkə əl işlərimdən. Nəsə əldə edim. Bəli. Ümumiyyətlə, oğurluq edən olurmu səndən, sən bilmədən vəziyyətdə? Yaralı yerimə toxundu həqiqətən də, yəni olub. İnsanlar deməzdim, insanların içində bəzi dar düşüncəli, mənfi xarakterlilər olub, onu eliblər. 2017-ci ildə İçəri şəhərdə Filarmoniya bağında belə oturub toxuyurdum. Kişi ilə qadın gəldi. Dedilər, satırsan bu gülü? Dedim, bəli. Dedilər, neçədir biri? Dedim, 5 manat. Bir də bunu eşitdim, kişi deyir qadına, yaxşı da qutar da. Fikirləşdim ki, bu yazdığın pulu yoxdur, arvad onu məcbur edir ki, nəsə al. Nəsə bunlar yola düşdülər, getdilər. Saydım, gördüm ki, 3 dənə gül də əlavə götürüblər. Onda həqiqətən də 15 manatın söhbəti gedmir. Onda özümü tutdum belə, dedim, ilahi, sən mənim gözlərimi almasaydın, onlar elə üzümə gülə-gülə bunu məndən istifadə edə bilməzdilər. Gözümdən yaş gəldi həqiqətən də, gözlərim yaşardı. Bu sualım biraz xüsusi olacaq, incitmək üçün vermirəm bu sualı. Əgər gözlərin açılma ehtimalı olsaydı, ilk kimi görmək istəyərdin? İlk dəfə Gülsün balamı, Mehriban balamı. 2 yaş 5 aylıqdır. Mən gələndə də məndən sağollaşdı. Deyir, ata Gül, eynəyi çıxardır gözlərimdən, üfürür gözlərimə. Gəlir məni qucaqlayanda, mən onu qucaqlayıram, düzdür. Yəni ruhən onun gözəlliyini, onun şirinliyini, o məhəbbət ki var, məhəbbət ruhla bağlı olan bir şey deyil, gözlə də bağlı deyil. Yəni onsuz da bir övlad kimi, bir ata kimi əzizləyirəm onu, böyük məhəbbətim var. Amma istəyərdim göz olaraq onun üzünü görə bilim. Yəni gözümlə görə bilim. Düzdür, ruhumla hər şeyi duyuram mən. Qəlb gözümlə duymaq mənə bəs edir. Amma o mənə baxanda mən də buna baxmaq istəyərdim. Yəni müəyyən şeyləri göstərir, ata bax, bax. Mən də yalandan özümü verirəm ona tərəf ki, gördüm. Burada Azərbaycan, Türkiyə bayraqlarını görürəm. Bilmək istəyərdim ki, bu ideya sənə hardan gəldi bunları toxumaq və neçə müddətə bu bayraqları toxumusan? Əslində mən bu bayraqları çox tez-tez toxumuram. Kimsə istəyəndə toxuyuram. Bizim əziz bildiyimiz bayraqlardır da, yəni müqəddəs bildiyimiz, əziz bildiyimiz. Fikirləşdim ki, bu bayraqları da toxuyum da. Yəni bu bayraqlar da lazımdır toxumaq, mütləqdir. Çox vaxtı sən belə deyək ki, bu əl işlərini musiqi ilə hörürsən. Musiqi sənin üçün nədir? Yəni nə anlam kəsb edir? İstədiyim bir musiqini dinləyib qulaq asanda, yəni mən özümü o musiqilərdə görürəm. Həm də ki, yorulmuram, yəni işimdən zövq alıram, mənə rahatçılıq yaradır. Musiqi ilə işləmək daha mən çox zövq alıram işimdən və musiqidən. Gəlib getmək sənin üçün çətin olmurmu? Yəni necə gəlirsən? Yəni özün tək gəlib gedirsən yəqin ki. Aslanovkadan elə bir ki, maşına minəndə əlbəttə ki, biraz insanlar kömək eləyir. Marşrutdan düşəndə yaxınlaşırlar, kömək edirlər. Və metroya gələndə kömək edən olur. Yəni belə deyim də. Belə. Bəzən özüm də çətinlik çəkirəm müəyyən yerlərdə. Heç kimdən xahiş edib kömək istəmirəm, amma kimlərsə vicdanına görə kömək eləyirlər, olur. Yaxınlaşırlar, qolumdan tutub kömək göstərirlər. Elçin, çox sağ ol, var ol, dəyərli vaxtını bizim üçün ayırdın. Minnətdaram sənə, çox sağ ol. Çox sağ olun, dəyərli insanlar, dəyərli qardaşlar. Mən də sizə dərin təşəkkürümü bildirirəm. Yəni diqqətiniz üçün təşəkkür edirəm. Sizin kimi dəyərli dostların, gözəl insanların sayəsində mənim əl işlərim işıqlanır. Sizin də həyatınızın həmişə işıqlı olmağını istəyirəm. Yəni Allah həyatda hər şeyin xeyirlisini sizə qismət eləsin inşallah. Gözəl ürəyiniz üçün sizə təşəkkür edirəm. Sizdən razıyam. Allah da sizdən razı qalsın. Çox sağ ol, var ol, minnətdaram. Dəyər verən hər bir dəyərli insandan Allah razı qalsın. Təşəkkür edirəm, çox sağ ol. Çox sağ olun. Sağ ol.